Bu yaş mərhələsində baş verən şeylərdən birisi də nədir? Çoxlu sual vermələri. Hər gördüyü şey barəsində, hər eşitdiyi şey barəsində yer, zaman, məkan tanımadan ağlına gələn sualı verir. Yəni bu labüd. Belə olduğu zaman biz uşağın verdiyi suallara gözəl şəkildə təmkinlə, onların başa düşəcəyi şəkildə, ağıllarının dərk edəcəyi şəkildə cavab verməyə çalışmalıyıq. Onları uzaqlaşdırmaq yox, başa düşdükləri miqdarda, ağıllarının dərk edəcəyi formada onları başa salmağa çalışmalıyıq. Əgər valideyn onun verdiyi suala cavab verməsə, o cavab verən bir kimsəni axtaracaq. Ya tələbə yoldaşlarından öyrənəcək, ya oynadığı uşaqlardan onun cavabını öyrənməyə çalışacaq. Əgər verilən cavab da doğru olmazsa, xata bir cavab verilərsə onun verilən sualına, zərər verilən bir cavab eşidərsə, onun beyni elədə qalacaq. Sabah böyüdüyü zaman da valideyn çalışsa ki, onun beynindən onu silib, doğrunu yerləşdirsin, onu edə bilməyəcək, çətinlik çəkəcək. Ona görə bu yaş həddində, yəni uşaq da danışır da, hər suala cavab verən bir şey deyib belə yanaşmaq doğru deyil. Ona görə bu 7 yaşa qədər çatan olan mərhələdə xüsusən də bu şeylərə diqqət yetirməliyik. Sonra insana peşmançılıqdan başqa heç nə qalmır.